Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə birlikdə ümumi bazar analizi eləyəcəyik. Hal-hazırda S&P 500-də və Amerika birjalarında nələr baş verir, bunu analiz eləyəcəyik. Eyni zamanda bəzi xəbərlər var ki, bunları incələməsini eləmək istəyirəm. İlk olaraq başlamaq istədiyim xəbər ABŞ-İsrail müharibəsidir. ABŞ və İsrail İranın neft santrallarına hücum elədi. Daha sonra əsasən Xorram şəhərə hücumlar baş verdi. Daha sonra Tramp 5 günlük dayandırma qərarını gəldi, pauza vermə qərarına gəldi. Daha sonra bunu da İran yalanladı və burada belə bir qarmaşıqlıq yarandı. Bazar yüksəldi, sonra isə yenidən mənfiyə qayıtdı. Daha sonra Port Arturda neft rafineriyalarında yanğınlar baş verdi. Bu da ümumi neft qiymətlərində bahalaşmaya gətirib çıxardı. Ümumi bazarda neft dünən 14%lik yaşadı, daha sonra 2% bahalaşdı və qızıl dünən 3%lik bir düşüş yaşadı. Eyni zamanda gümüş isə 5%lik bir yaşadı. Daha sonra baxmaq istədiyim xəbər OpenAI Microsoft'u bir investorlar üçün bir risk olaraq göstərib. Bunun səbəbi nədir? OpenAI-ın əsas maliyyə mənbəyi Microsoft'dur, əsas investoru Microsoft'dur. Eyni zamanda cloud serverləri olaraq Microsoft'un cloud serverlərini işlədir. Hər hansı bir problem zamanı Microsoft'un əməkdaşlığı dayandırmaq istədiyi zaman OpenAI IPO-da böyük problemlər yaşaya bilər. Buna görə Microsoft'u risk faktoru olaraq göstərir və baxmaq istədiyim digər xəbər Jensen Huang Sing We are achieved AGI. Bu nə deməkdir? AGI-nin açıqlaması burada da göstərildiyi kimi Artificial General Intelligence deməkdir. Yəni artıq süni intellekt gündəlik həyatımızda bizim davranışlarımıza uyğun olaraq bizim iş mühitində necə davranırsa o şəkildə davranmağa baş verəcək. Daha insan kimi, daha insan yönümlü cavablar verməyə başlayacaq. Bu ümumi süni intellekt bazarı üçün gələcək dövr üçün müsbət xəbərlərdən biri hesab oluna bilər. Daha sonra istəyirəm qrafiklərə baxaq. S&P 500 qrafikində S&P 500 hal-hazırda 200 günlük manın altındadır. Bu əslində mənfi işarədir bizim üçün. Burada bir dəstək səviyyəmiz var. Bu hissədə burada dəstək səviyyəmizin hal-hazırda üstündədir, lakin 200 günlük EMA-nın altındayıq. Əgər dəstək səviyyəmizi itirilərsə, bizim əsas gözləyəcəyimiz bölgə demək 6146 bölgələri olacaq. Bizim əsas alım eləyəcəyimiz bölgə belə də işarə edə bilərik. 6146 bölgəsi bizim əsas alış üçün gözlədiyimiz bölgədir hazırda. İkinci olaraq deyirəm Nasdaq-a baxaq. Nasdaq 100 indeksində hal-hazırda analizini eləmişəm. Burada durub 200 günlük EMA-nın üstündəyik və dəstəyin üstündəyik. Hal-hazırda Nasdaqda problem görsənmir. Burada baxsaq səviyyələrimiz olaraq burada mən alarm atmışam 23000 səviyyəsinə. Burada bizim ilkin dəstək səviyyəmiz var. Əgər burada tutuna bilməsə, bu dəstəyin qırılması ilə birlikdə 22200 səviyyəsi bizim əsas dəstək bölgəmizdir. Rezidans bölgəsi olaraq 25200 və 26238 bölgələrini nəzərə ala bilərik. Baxmaq istədiyimiz bir digər varlıq isə Bitcoin-dir. Bitcoin-də hal-hazırda vəziyyət necədir? Bunu sıfırdan analiz etmək istəyirəm, birlikdə analiz eləyək. Demək, Bitcoin-də hal-hazırda burada 4 saatlıq qrafikə keçim daha aydın görə bilərik. Baxaq, burada 4 saatlıq qrafikdə bir yüksələn trend görürük biz. Eynən burada yüksələn bir trendimiz var və burada bir rezidans səviyyəmiz var. Buna da baxmaq istəyirəm. Birinci rezidans səviyyəmiz bu səviyyələrdir. İkinci rezidans səviyyəmiz isə burada bu səviyyə olacaq. Bu səviyyələrin üstünə çıxmadığı müddətcə, yəni 70000, 75000 bölgəsinin üstünə çıxmadığı müddətcə Bitcoin artıq yüksəlir deyə bilməyimiz tam mümkün deyil. Bizim gözlədiyimiz bölgə 75000 bölgəsidir. Eyni zamanda burada baxsaq, burada düşən trend görəcəyik biz. Baxaq. Burada bir düşən trend mövcuddur. Və mənim gözlədiyim isə bu trenddə nə olacaqdır. Əsas olaraq mən bunu gözləyirəm. Burada zaman daralır. Bu hərəkətlər nəticəsində burada belə də göstərə bilərik. Baxın, gələr, bu trenddən rədd yeyər. Burada qırılım verər. Bitcoin gözləyəcəyimiz bölgə artıq, burada günlüyə keçim. Artıq Bitcoin üçün gözləyəcəyimiz bölgələr burada 53-49 səviyyələri olacaq. Hətta daha dəqiq desək 49 səviyyə, 53 səviyyəsi olacaq Bitcoin gözləyəcəyimiz bölgə. Əgər buradan rədd yeyib qırılım verərsə. Yox, rədd yeyib qırılım verməzsə, əgər bunun üstünə çıxarsa, belə bir hərəkət eləyərsə, belə bir qırılım, yəqin ki, burada bir yüksələcək. Burada 200 günlük EMA var. 200 günlük EMA-dan rədd yeyib bura gəldiyi hissədə Bitcoin-i lonqlaya bilərik biz artıq. Burada Bitcoin-in hərəkətlərini izləməkdə fayda var. Birbaşa buralarda giriş məncə məntiqsizdir, mənə elə gəlir. Çünki burada hal-hazırda Bitcoin seçim dönəmindədir ki, alıcılar yuxarı aparacaqmı, yoxsa aşağı düşürəcəkmi? Daha sonra baxmaq istədiyim səhmlərdən biri Nvidia-dır. Nvidia qrafikdə gördüyümüz kimi davamlı olaraq bu hissədə hərəkət eləyir. Demək olar
iyuldan bəri bu hissədə hərəkət eləyir, bu hissəni keçə bilmir. Burada aşağı verəcəyi bir qırılma 152 bölgəsi, daha sonra oranı qırarsa 130 bölgəsi ki, bu bölgəyə gələcəyini heç düşünmürəm. 152-yə gəlsə çox böyük bir şans deməkdir. Burada böyük alımlar eləyəcəm mən. 152 bölgəsi əgər qıra bilsə də 195-in üstünə çıxar və yeni ATH səviyyəsini yoxlaya bilər. 211 səviyyəsi əgər 195-in qırılımından sonra gözləyəcəyimiz bölgədir. Hal-hazırda alım üçün necə yerdədir? Əgər sən çox uzun dönəm bir investorsan və uzun dönəm gözləməyə səbrin çatırsa, pis yerdə deyil, amma mən daha garanti olsun deyə 152 bölgəsindən alımı gözləyirəm. Daha sonra EMD-yə baxaq. EMD-də də Nvidia-yə bənzər hərəkətlər görürük. EMD-də ikili təpə var. İkili təpədən sonra düşüş başlayıb. Hal-hazırda 202 bölgəsindədir. 188 səviyyəsi dəstək səviyyəmizdir və hal-hazırda 200 günlük EMA-nın üstündədir. Əgər qırılım verərsə, burada qəp bölgəsi var. 165 səviyyəsi. Çox investor bu bölgəni gözləyir. Bura salarlarmı əmin deyiləm, çünki gözləyən çoxdur. Həddən artıq alıcı gözləyir burada. Gələrsə 165 bölgəsi dəyərləndirilə biləcək bir bölgədir. Mən kiçik olaraq keçən dəfə ümumi Uptrade portfolyosu üçün burada alış əlavə eləmişdim. Daha sonra Tesla'ya baxaq. Tesla burada 368 dəstək səviyyəsindən reaksiya alıb. Əgər aldığı reaksiya Tesla'nı 408 səviyyələri, burada bizim rezidans səviyyəmiz var. 408 səviyyələrinə qədər qaldırıb bunun üstünə ata bilərsə, 492-yə qədər yüksəliş gözləyə bilərik. Bu da bazarın gedişatından asılıdır. Ancaq burada 200 günlük EMA-da qırılım var. Eyni zamanda burada bir düşən trend görürük. Haradasa bu düşən trend var burada. Və bu düşən trendi qırıb-qırmayacağı Tesla üçün vacibdir. Və onu da nəzərə almaq lazım ki, burada yüksələn trend qırılımı da var Tesla'da. Burada yüksələn trenddə qırılım var. Mənim alış üçün əsas gözləyəcəyim bölgə 327 bölgəsi olacaq. Daha sonra Mikrona baxmaq istəyirəm mən. Mikronu yenidən analiz edeyim burada sizinlə bir yerdə. Demək Mikronu baxsaq, bizdə alış üçün verə biləcəyi 2 bölgə var Mikronun ana bölgələr olaraq. Birincisi 366 bölgəsidir ki, bizim alış üçün gözəl bölgə hesab edə bilərik. Mən ilkin alınma eləyərəm. Uzun müddət investoramsa, ikinci bölgəsi 262 səviyyələri olar Mikron üçün. Niyə Mikron? Onu izah edeyim. Hal-hazırda Çində və ümumi dünyada yaddaş SD kart çatışmazlığı var. Yaddaş yerləri demək olar ki, qiymətləri həddindən artıq bahalaşır və çatışmazlıqla üzləşir. Buna görə də Sandisk və Mayo kimi səhmlərin, Mikron kimi səhmlərin hal-hazırda qiyməti həddindən artıq bahalaşmaya meyllidir. Bu səbəbdən bu səhmlərdə alış eləmək məncə vacibdir. Ən azından portfelin bir hissəsində olmalıdır. Bir də mənim sevimli səhmim Rubrik, hansı ki bir müddətdir alırıq. Burada kəskin düşüş var və bu düşüşdən sonra burada trend qırılımı görürük biz. Düşən trend qırılım. Mənim üçün bu qiymətlər əla qiymətlərdir. Bu qiymətlərdən Rubrik alınma davam eləyərəm. İlkin gözlədiyimiz bölgə Rubrik üçün bizim olar 66 səviyyəsi və burada da satmaram. Rubrik üçün ilkin satış bölgəm o olar ki, Rubrik gələr 94 səviyyələrində ilk satışımı eləyərəm mən Rubrik üçün. Daha sonra qalan hissəsində tutaram, çünki gələcəyə böyük ümidlə gözlədiyim səhmdir. Lakin bu hissədə qırılım verərsə, Rubrik üçün gözləyəcəyimiz bölgə 40 səviyyələri olacaq. Riskinizi buna görə alın. Məncə bu qiymətlər yaxşıdır. Yatırım tövsiyəsi deyil. Bu qədər maraqlı olan səhmlər varsa, yorumlarda qeyd edə bilərsiniz. Əlavə suallarınız olarsa yönləndirə bilərsiniz. Eyni zamanda WhatsApp qrupumuza daxil olub, orada digər investorlarla da suallarınızı müzakirə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu günlük bu qədər.